Gəlin bir sualla başlayaq. Siz bu avtomobili görəndə nə hiss edirsiniz? Və ya ilk dəfə bu avtomobili görəndə nə hiss edə bilərsiniz? Əgər bir avtomobilə baxanda heç bir hissləriniz oyanmırsa, o avtomobili almaq lazım deyil. Amma BMW M4'ü hər zaman almaq olar. Ik geef gas, ben op een mission. BMW M is competition. BMW M dat is een CS. Pull up voor 600 PS. BMW MCS. Təbii ki, siz qara rəngdə də M4 ala bilərsiniz. Amma siz bu avtomobili bu rəngdə alanda siz artıq axında seçilən bir adam olacaqsınız. Çünki M4'ü niyə görə alasınız? O hissləri, o emosiyaları yaşamaq və seçilmək üçün. Yəni bir status üçün. Amma təsəvvür edin ki, bir axın gedir. O axında hamısı qara və ya ağ maşınlardır. Sizin avtomobiliniz məhz bu rəngdə olanda bilinəcək ki, sizdə nə avtomobilidir və siz onu niyə almısınız? Gəlin konkretləşdirək. Var 4-cü seriya, var M4. Bunlar bir-birindən fərqli avtomobillər. 4-cü seriya BMW sevərlərin çox sevdiyi bir seriyadır. Amma o hamı üçündür. M4 isə məhz fərdi olaraq sizin üçün yaradılmış avtomobildir. Sayı çox olmuş, amma sən bu avtomobilə əyləşəndə hiss edirsən ki, bu sənin avtomobilindir. Avtomobilin salonuna əyləşəndə hər şeyin sizin üçün fərdi qaydada hazırlandığını görə bilərsiniz. Oturacaqlar, oturacaqların forması, hətta buradakı M4 yazıları belə işıqlanır. Üstəgəl tam funksional sükan, M1 və M2 yaddaş paketi, əlavə olaraq sürətlər qutusunun üzərində M yazısı. Yəni siz bir M-dəsiniz və bu M məhz sizin üçündür. Təsəvvür edin, kapotun altında 530 at gücü, 0-dan 100-ə 3,5 saniyəyə sürətlənmə. Bir M həvəskarına bundan başqa nə lazım ola bilər? Əslində bu avtomobil kimlər üçündür? Monotonluqdan, standartdan sıxılanlar, bütün avtomobillərin hamısının dizaynı bir-birinə oxşuyur deyənlər. Bu nə deyə? Ürəyim sıxılır mən Bakıdakı belə maraqsız və can sıxıcı avtomobilləri görəndə, boz, qara, ağ, mənim emosiyalarıma və mənim hisslərimə uyğun bir avtomobil axtarıram deyənlər. Siz bu avtomobilə əyləşəndə, hə, bax bu mənim avtomobilimdir, bax bu mənim emosiyalarımdır, bax bu mənim hisslərimdir deyə biləcəyiniz bir avtomobil axtarırsınızsa, məncə BMW M4'ə baxmaq lazımdır. Bu həm gündəlik, həm də həftə sonu əyləncələrə və ya səyahətə gedəcəyiniz bir avtomobildir. Bu bir BMW sevərin davamlı olaraq qarajında görmək istədiyi bir avtomobildir. Bu BMW M4'dür.